Naxçıvan üzrə səlahiyyətli nümayəndə Fuad Nəcəfli uzun müddətdir özəl sektorlarda işlədiyi üçün dövlət və dövlətçilik yolunda heç bir əziyyəti olmamış adam və dövlət və dövlətçilik məntiqindən uzaq olan adamdır. Məni qəbula çağırarkən mən onun beyninin məhsulunu, istəsə elədiyi beyninin məhsulunu o da hiss elədim. Və mənlə apırdığı prinsip açıq-aşkar bilinirdi və onu da ifadə edirdi, danışıqlarında da ifadə elədi onu və hərəkətlərində də mən onu hiss elədim. Və orada oturub, belə deyək də, ona ehtimal göstərən insanlara, yəni cənab prezidentə və təqdimatını verən insanlara qarşı tərbiyəsizlik eləməsi və dövlətimizdə, dövlət başçısına, prezident aparatına qarşı tərbiyəsizlik eləməsi və ya orada 6-7 nəfər adam var idi, şahidlər də var orada. Və onu göstərdi ki, bu adam dövlət və dövlətçilik məntiqindən uzaq olan bir insandır. 300-dən çox şikayət ərizəm gedir, heç birinə maraqlanmayıb. Və en son axırıncı şikayət ərizəsindən cavab gəlib ki, mən şikayət eləmişdim ki, dövlət qurumlarına, ki, Fuad Nəcəflinin bu tərbiyəsizliyi haqqında dövlət və dövlətçiliyə, dövlət başçısına qarşı elədiyi tərbiyəsizliyə görə bir ölçü götürəsiniz. Və oradan cavab gəlib ki, mənə aparın verin məhkəməyə. İndi belə başa düşək də, Fuad Nəcəfli, mən apardım verdim məhkəməyə. Birinci sualım budur ki, siz əminsinizmi ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi ədalət və hüquq var? İkinci, bu məsələ məhkəmədə həll olmalıdır və bu ittiham məhkəmədə mi həllini tapmalıdır? Apar ver məhkəməsən özü və o qədər mi arxainsan ki, apar ver məhkəmədə? Ya və məhkəməyə geçsə bu məhkəmə mövzusudur mu? Mən aparım verim məhkəməyə, məhkəmədə deyim ki, mən dövlət və dövlətçiliyə qarşı. Yaxşı, məhkəmə əgər hüquq ədalət varsa, 14 ildir orada işləyən o saxtakar hakim 3 ilə yaxında məni süründü, 15-ci hazırlıq icrası gedir. Və orada ədalətin olmağına, məhkəmə hüquq ədalət olmağına əminsinizmi? Mən aparım verim məhkəməyə. Sizin verdiyiniz cavab da belə yanlışdır. Və özünüz də nə qədər bu prinsip aparırsınız. Bilmirsiniz ki, mən qaziyəm, mən imtiyazlı vətəndaşım, mən haqlı tələblərim var. Bilmirsiniz ki, Allah göydə, Allah yerdə də dövlət səni bununla yana cəzalandıracaq. Mənlə niyə prinsip aparırsan ki? Mən sizə neynəmişəm ki? Haqlı tələbim var da, tələbimi dinləyin, baxın, bəlkə haqsız deyiləm, bəlkə yoxlayın da hüquqi sənədlərimin hamısını yoxlayın da. Yoxlayın və hüquq çərçivəsində şey verin də.